Hər kəsə salam, hər vaxtınız xeyir qızlar, necəsiz canlarım? Deməli qızlar, bu videonun yarı hissəsini səsləndirmək məcburundayam. Gördüyünüz kimi Quba rayonundayam. Padruqam, mən, ailəsi və uşaqları getmişdik. Ona görə həm video əslində çox az sevmişəm. Sadəcə elə belə çəkdim ki, ataram da baxarsınız. Qəşəng belə bir restorana gətirmişdilər məni. Həqiqətən çox qəşəng idi. Havası, aurası, yeməkləri çox dadlı idi. Ən əsası orada Qubanın özəl suları var. Yəqin Qubadan olanlar bilərlər. Bu arada Qubanı da salamlayıram. Gördüyünüz kimi burada mənzərələri göstərirəm sizə. Eyni mənzərədir. Düz biraz sevmişəm. O da irəliki bölümlərdədir xanımlar və cənablar. Bax bu su özəl sulardır, çox dadlıdır. Belə qəşəng xırt-xırt badımcan demişdim. Çoban salatı, çörəkləri Asobu özləri bişirir. Sonra belə sadə ağ pendir demişdik. Ondan sonra hələ servisimiz açılmamışdı. Gördüyünüz kimi sonra qızlar. Səsləndirmə eləmirəm də. Belə çörəyidir. Buranın çörəyi çox qəşəng idi. Bir də oranın fərqli yeməklər var idi. Çəkə bilmədim. Qubanın öz yeməkləri. Sonra hər gedirəm balıq deyirəm. Belə bir daroda demişdim. Setkada özümə. Bir də bir şiş özümə nə deyirsiniz ona? Kartof quyruq demişdim. Ağzım sulandı indidən. Ondan sonra burada da mahnı yeridir. Səhnə olur canlı. Qubanın bu məkanı çox qəşəngdir. Bu arada reklam deyil. Bunu dəfələrcə demişəm. Mənim səhifəmdə heç bir şey reklam deyil. Çünki mənim səhifəm böyük səhifə deyil. Arada yazırsınız. Neysə qızlar, sonra buraları belə çəkirəm. Suyun üstüdür. Belə qəşəng yerdə. Başım gizələndi bu videonu çəkəndə. Belə çəkmişəm. Lap belə elə bir ki, drone əvəzi çəkmişəm. Doğrudan çox sərgəli yer idi. Çox avralı yer idi həqiqətən. Yəqin burada da nəsə danışmışam öz-özümə tək, amma səsi almaq məcburundaydım və burada da su axır. Deyir, suyun yerə axanı, insanın nə bilməyə baxanı. Neysə qızlar, burada da yavaş-yavaş gedirik. Elə bir ki, restoranın yanından dönüb qaydanda belə bir mənzərəli yer var idi. Oranı çəkdim sizin üçün. Çox dəhşət çəkiliş eləmişəm ha. Ailə ilə getmək bacı o deyil də. O deyil, düşməyim, bu deyil, düşməyim. Nə olacaq, düşün də, iş. Sonra qızlar, orada Qubada bir dənə yer var idi. Özümə nazik heç nə götürməmişdi. Baxın, bax burada inarsınız, girdim, hər şey odur, qiyməti nə idi. Bir dənə sportivli dəsti gördüm, 150 manata. Hər yerdə amma 85 manatdır, 90 manatdır. Amma orada çox baha idi. Neysə, qalxıb burada o və Pudovsa ki, çəkə bilmədim. Ləzgi dilində çox danışırdılar. Qubada ləzgilər, ruslar həqiqətən çox dəhşət dərəcədə çoxdur. Amma çox həqiqətən mülayim insanlardır. Girdim, belə bir yerə baxdım. Sonra bir əlavə bir yerə baxdım. Bir sözdən ala bilmədim, çox baxaydım. Mən bir dənə pencə istəyirdim, o da tapmadım. Görün bacınız nə tapıb qızlar. Hazırda dondurulmuşdu. İndi bunu atacağım. Deyə bilmədim. Bunu atacağım sobaya. Yəni sobaya atacağım. Onu 15 dəqiqədən sonra götürəcəm. 10 dəqiqədən sonra yeni dadlı olur. Keçən səfər Hüseyndən aldıq idik. Onda sırf sadə kalpas alıb pendirliydi. İndi bu səfər qarışıq. Görəm bu nə dadacaq. Amma çox qəşəng olur Pınarın pizzaları. Bir də bu arada 9 manatdır. Deməli qızlar, gördüyünüz kimi vəhşicəsinə açdım. Belə çıxdı. Gözün bu cığalasından da açın. Deməli qızlar, belə görünür. Zeytunlarını biraz yaydım. Atacağım sobaya, pişəcək, 10 dəqiqəyə hazırdır. Deməli qızlar, mən o qədər pendiri xoşlayıram ki, üstdən belə biraz da pendir əlavə elədim. Qızlar, göndərdim ki. Deməli qızlar, baxın, hazırdır. Gözləyin, dilimi bir yerdə götürək görək necədir. Mən əslində bilirəm, göstərmək istəyirəm ki, siz də yarın. Amma bunu elə doğradım ki, ortadan doğrayamam. Gözümü rahat doğrayım. Baxın qızlar, çıxartdım. Çox qəşəngdir. Belə görürsünüz, görmürsünüz, bilmirəm. Belədir. Deməli dostlar, binanın həyətini. Belə lap qaranlıq düşdü. Telefonda öz işıqla çəkirəm. Bu nə küləkdir qızlar. Binanın işıqlarını söndürüblər. Bina yox, daha doğrusu həyətin işıqlarını söndürüblər. Onu da Hüseyin birini söndürüblər. Dəniz qırağından da pisiyir. Yox, səs falan. Hə, səs. Bu nə də öküz bürəklə. Başımız aşağı. Burada gəlsə, balıqların hamısını alıb oğurlayıb sata bilər. Bəyətdən baxıram, 5 dənə top saymışam belə. Kiminizə götürər. Buradan izləyəcək. Buradan ancaq qızlar izləyir bizi. Get aydınlığa çıxaq, get.
Sədir. Yağış yağır da. Sən deməyən Yağacaq. yağır. Yağır yoxsa şeydir, konservent də ola bilər. Dəhşət çörək var bu yayın, avqustun Bildik. ortasında bu nə çörəkdir? YouTube'dan. Bizi də fanatlarındandır. Sağlam ola da. Deməli dostlar, hara gedirik, hamıyla salamlaşır, çıxır. Oy, sağlam bak. Sevməmişim. Göstərmirəm. Hara gedir, salamlaşır. Hara getsən? Sən mənim canıma geçiyorsun. Mən sənin dalını bu həqiqini düşünmüşəm. İşinə gəlmişdim üzüm başın kirinə. Onu da bilmirəm. Qollarının qaralığına. Bu niyə belə çəkir, nervi oluram? Bax, bu niyə belədir, dumanlı? Misal üçün bura. Hə, yəqin işıq, nəysə. Deməli dostlar, o boyda əziyyət çəkib, video çəkmişdim. Hamısını da... Zombi istilasını verir. Nə? Zombi istilasını verir. O nə be? Hə? Nədir? Hə, zombi savaş. Qapı niyə verir? Açıqdır da. Hə, qapını Şuraya qıdıq da yəqin. Onlar ağırlıqdan, ya. Hı? Burada mı? Ha, bu kilitli. Ha, buraya. Bak dostlar, yenə deyirəm. Topu götürün. Hə, kofedən söhbət edir deyə sentyabra yarım çıxadı. Kim almaq istəyirsə, Hə. gəlsin Tiras kafeyə. Məkanımız Tiras Park, Bakı 252 Orta Məktəb. Doğru, gəlib baxsınlar da səhifəyə, menüyə baxsınlar. Menü da çıxarırlar dostlar. Təzə işi budur. Ən çox alınan şey milk kofedir, ucuz olduğu üçün 80 qəpik. Qiymətlər 1 manata qalxdı milk kofe. 10 qəpik əlavə buzdur, 3 sən buz var. Bizdə 30 qəpik üstəməsi. Milk kofe, karamel kofe, hot kofe, Qiymət ice kofe, latte, cappuccino, çay istinləyəcək falan. Çünki yersiz şəkildə 60 qəpiyə dəyməz. Strong kofe, ondan sonra kasa sinir. Cappuccino suyu var. Latte südsüz yoxdur, latte süddür. hamısının qiymətləri də 1.10 dostlar. Qiymətləri qaldıracaq, 2 Yavaş. manata qalxacaqdır. Hə, bir üstə edən bir saatın sonra qaldırın da. Baxmış da. Ya 6 mı ya 7 mi? Bayaq şeylə alırdın, kofe şeyi zad almışdın. Gedərib baxar. Gəl, Bəlkə sən də aldın məndən. Xeyr elə. bəlkə də. Siftəni səndən alıram. Hadi qoy gedək də Hüseyin, ayağımdan gedirəm, 5 saata gedirəm. Hə? Amma buraların qaranlığında hələ. Mənim? Buraların. Hə? Üstün başın kimdə hələ bunun? Qiymətlər sərf eləmir, biraz qaldı. Məsələn, bax görə 3 dənə müştəriyə südün soyunayıq bura. Süd qalmır, günə də maksimum 2 manat qalır. Süd də şey olur. 2 manata görə təzə çəksiniz. Hə. Süd də olsun. Yenə 2 mindik manat bu qalır. zəhləm getmiş liftə. Hə. Ona görə qiymətini qaldırırıq ki, pul çıxsın da, yəni bizə xeyir eləyək. Siz kofe neçəyə alırsınız ki? Kofe 40 qəpiyə, Şişədir, hə. süd də qoyuruq üstünə. Ya bəzən o 80 qəpik, bəzən o 1 manat. Hə. Bahalı kofelər var da indi. Nə bilim. Gedə məsələn menü çıxardım. Allaha gücə gedə çıxardım. İşimizin var. Əlimdə belə. Şükür. Tarix verər şəfət indi. Sənə xalam bu dəqiqə. İndi evdə baxalım. Nə? Evdə aparat yoxdur, nə bilirsən? Menü çıxardıram mən sənə. Qiymət. Efendim, Qiymət də. çıxart. Qiymətlərini dəyişdirə yazacağam da. Mən el yazam ki, həm qiymət qaldırırsam da çox pul qalacaq da. Getdik ki. Nəsə gedək dostlar, buna kömək edeyim. Necəsiz qızlar? Kölgələrimiz necədir? Görürsünüz, kölgəyə də güvənmək lazım deyil. Qaranlıqda yoxa çıxır. Oo, yenə külək, yenə tufan. Aman tanrım. Bu nəyin küləyidir, bu nəyin tufanıdır. Özüm də bilmirəm. Gedək görək başımıza nə işlə gəlir. Acından ürəyim gedir qızlar. Keçən səfər bir dənə qəşəng düyünlə şey pişmişdi, toyuq. O qədər dadlıydı. Gedirik Allah düyünlə toyuq yeyək. Bu arada yazmışsınız ki, diyet nə oldu bacı? Diyetdəyəm də. Diyet deyəndə ki, mən heç vaxt diyet eləməmişəm əslində. Amma yəni bir ara ağ çörək yeyirdim, mədəmə düşməsə də yeyirdim. Onu da yandırmışam da vəsə. Gün ərzində də 2 dəfə çörək yeyirəm. Səhər başlayıram, axşam qutarıram. Deməli qızlar,
Tandır götürəcəyik. Hansı pandorada çox böyükdür. Ən yaxşısı balacalarını seçək. 2. Yəni neçə dənə? İkimiz yiyik də, ikimiz yeyirik. 2 dənə. Peki 4 dənə götürmədim, 2 dənə. Hə? Büyüyün 2 dəfə elə pişirərəm, 2 dəfə yeyərik də deyir. Anladın. Ödədim. Sağ ol. 4 dənə bəssin. 2 manat 29 qəpiyə yenib qızlar. Haydi. Niyə yürürsən? Nə yeyirsən ki ona? Hətta 4 dənə götürürəm. O salat yeyim istəmirəm. Balaca qışıqda böyünədir. Böyük yaxşı pişmir. Ha? Biberlər. Bunlar acı, bizə acı lazımdır. Geldi indi əsas məsələyə. Acıların çocuğuyuz arkadaşlar. Neler? Acı bu kadar. Ne yenir ki? Əlavə pandır. Yiyərsən salat. Mən yeməyəcəm. Şurada 2, 4, 5, 6 dənə də acı götürək. Mən dəhşət acı yeyirəm ya. Ha. Böyle bırak kızlar. İstiyorsanız götür de. Bir de kızlar sabah inşallah kısmet olsa gideceğim baseniye. Gidebilsek hava düzelse. Bu yani yay kesmedi de. Yani biz toyuq alırıq beleye gedirik. Tutanmadı. Eşitizdə dostlar səsi. İndi də gəldik ət addelinə. Toyuq alıq hə? Salam. Qənət yoxluğuzdur, var. Xəyrə sırf qənət götürüm, yoxsa yox, burada götürüm. Necəsə qənət götürək. 4 manat verərdiniz də qənət. Qənət daxil olur. Ha. Xoşuna gəlir. Saçları hansı şampunla yürürsən, xəyrə? Uzanır öyle. Çox uzanır bə. Şeylə vurur. İndi onu göstərəcəm qızlar. Heç öz saçın. Öz saçı dostlar, bax buradadır. Öz saçın buradadır, xəyrə. Öz saçı buradadır, seçilmiş. Neyse. 2 nəfərə dostlar 4 manat 27 qəpilik qənət. Yox, onluq deyil. Şeyə düşür belə. Rızqıcaydım. Hə, nə istəyirsən rotla? Deyir rotla. Xeyr, mənim var ha, gün ərzində 2 dəfə ürəyim rotlu istəyir. Allah bir gün təzə etsə, hə, özə mən neyin təzə öyrənmişəm. Hə, şəb belə götürüm. Bir sən nə öyrənmişəm, onu şey eləyirəm, süzürəm mən. Süzür sousunu qatırım, çox dadlı olur. Suyunu tutulursan sonra. Hə. Onda qəşəng olur. Buradası. Hə? Şampan süsü. Konyak olur. Hadi. Ne gözü? Ne kadar? Qarğıdalı. Ne sesim? Kesemedin mi? Kesesin. Qarğıdalı o değil. Əlvida. Qarğıdalı da sezonu gedir. Bir dənə bu yaxşıdır, hə? Şaftalı seçdiniz. İnşaat işləri bahansı uyğundur, onu seç. Bu nə qarğıdalı da az? Az nə gün nə deyirsən olmaz. Hər gün qarğıdalı işte. Hər gün qarğıdalı olur. Hə. İnsan hər gün qarğıdalı yer. Tutarıdır ona görə. Ay tez oldu. Buna bir şeydir. Hə, bu dəfə almışdım. Ondan aldım. Mənə verdiyin hansı idi? Mənə verdiyin. Sənə verdim buydu amma yumuşaq idi. Hansı? Hadi onu da seç də. İnşaat işləri və uyğun olanı seç. Armuddakı pas armudu olsa pas armud alardıq. Elə xoşum gəlir pas armud. Bu düşes armududur. Həcə. Tüysüz diyor. Tüksüz şaftaldı. Baxın təhcanına dostlar. Az xoşlayıram və xəstəsən. Bəni mən qınırsan qarğıdalıda. Hə, o vaxt yaxşı. Kızlar, hazırladım, bunu belirlədim. Baxın, burada tərkibində deyim nə var. Bax, vallahi deyirəm, evdə eləyin, çox dadlıdır. Bu ketçup var, ət knoru var. Biraz toyuq knor atmışam, çox yox, amma daha çox ət knorudur. Duzudur, göz qədərdir. Yəni duzunu nə qədər xoşlayırsınız, o qədər, belə deyim. Acı biber çıqı-çıqı doğradım. Acı istiyotumuz yox idi. Keçən səfər də belə acı biber doğradım. Çox qəşəng çıxdı. Ondan sonra duru yağ var tərkibində. Sonradan bir diş sarımsaq var.
Baxın. Bir də mən pomidoru falan buna baxın. Sosu içi belə olur. Görün, bu qədər dadlı olur, o qədər dadlı olur. Mən sizə bunu izah edəməm. Elə pomidoru falan da atdım ki, o biraz mallətlənsin, dadı çıxsın ona. Bunu indi yığacam tufovkaya qəşəng. 100 dərəcədə bişirəcəm o yüzdü bu yüzdü. Çox dadlı olur. Yəni eləyin, yeyim. Özümə onun yanında qəlinaltı olaraq düyü eləyəcəm. Qəşəng qıraqda da ağ düyü dəmləyəcəm, ondan yeyəcəm. Çox dadlı olur. Gəl haqqınıza halal deyin. Deməli qızlar, tufovka deyirik də biz. Sizə görə soba deyirəm. Sobaya əlavə eləmişəm. Bu da Hüseynindir. Sonradan Günlər adı verdi, onu eləmişəm. 100 dərəcədə idi, bişmirdi. Bir yaxdan qoymuşam, atmışam üstünə. İndi 200 dərəcəyə qoymuşam, görünə reaksiya verir. İstiliyə əlimi yandırır, amma bişmir. Görək necə olur, amma məncə bişir ha. Belə deyildi bu şey. Ay qız deyə bilmirəm bunun adını, neysə göndərək bilsin. Suyun fokur qaynayır. Qəşə duzunu əlavə edəcəm. Qıraqda da düyü satmışam. Düyünü əlavə edəcəm. Dəmləməyəcəm də. Elə bir bişəcək, götürəcəm, elə yeyəcəm. Elə daha qəşəng olur. Ondan deyəm, toyuqla elə çox dadlı olur. Və qızlar axırda hazırdır. Dağınıq yığmışam, düzdür. Amma yəni belədir. Çox dadlı olur. Bu niyə belə bulanıq çəkir? Bezmişəm onun bulanıqlığının əlindən. Televizorda. Televizorda, yoxsa YouTube'da? Baxırıq sizə. Yox, şey eləyirsən, harada baxırsan? Baxıram da orada niyə oturmuşdunuz ki? Harada oturmuşdum? Aygümün tərəfində. Acım o tərəfdə. Bir şeyimiz var ki. Hə, var. Bizim də var. Hə, indi bu səfər də YouTube'da özünə baxarsan. Hara gedirsən? Gəl səni öpüm. Hara gedirsən? Hə? Hara gedirsən? Hara gedirik? Hə. İşimiz var biraz. Mən də gəlir. Sən harada gedirsən? Balım, şəhərə gedir.